Trener olmaq üçün sadəcə məşq etmək deyil, bu özünü yenidən yaratmaq yoludur. Hər nəfəs, hər hərəkət, hər təkrarla bir addım daha yaxınlaşırıq. Güclü bədənə, güclü zehinə. Mənim üçün pilates bir addım deyil, bu həyat fəlsəfəsidir. Hər bir tələbəm öz hekayəsini yazır. Onların ilk addımlarına şahid olmaq, dəyişimini görmək bu mənim üçün qürurverici bir yolculuqdur. Bu dərslərdə təkcə hərəkət etmirik, biz özümüzü tanıyırıq, qorxularımızla üzləşirik, gücümüzə inanırıq. Mənim tələbələrimə sadəcə hərəkətləri öyrətmirəm, mən onlara bir missiya verirəm. İlham olmaq, anlayışlı olmaq, dəyişiklik yaratmaq. Çünki yaxşı trener güclü hərəkətləri öyrədə bilər, amma əsl lider həm də ruhu gücləndirməlidir. Çünki bu sadəcə pilates deyil, bu həyat tərzidir. Bu özünüzün gücünü tanımaqdır. Bu birlikdə irəliləməkdir. Və mən buradayam, öyrətməyə, motivasiya etməyə, ilham verməyə davam edəcəm. Sizləri çox sevirəm, hər birinizə uğurlar arzulayıram.